axşam bir məlumat yayıldı. Bu məlumat nədən ibarətidir? Günün Səsi Info belə bir məlumat paylaşdı ki, Adnan Əhmədzadə işinə vaxtilə onun əsas kurator olmuş Anar Əlizadə də cəlb ediləcək. Anar Əlizadə bilirsiniz, Rövnəq Abdullayevin dayısı oğludur. Artıq Anar Əlizadənin Azərbaycana çağırıldığı da deyilir. Məlumata görə Əlizadənin ölkədən geri dönüşünə məhdudiyyət qoyulub. Məlumata görə Adnan Əhmədzadə bəzi məsələlərə görə məsuliyyətin Anar Əlizadənin daşıdığını deyib. Hazırda aparılan cinayət işinin istintağı çərçivəsində Əlizadənin də dindiriləcəyi deyilir. Mənbənin dediyinə görə bu prosesi SOCAR-ın sabiq rəhbəri Rövnəq Abdullayev üçün də ciddi başarısı yaracağına da şübhə yoxdur. Araşdırmamız zamanı onu da öyrəndik ki, hələ bir neçə ay əvvəl Adnan Əlizadə ilə Anar Əlizadə ilə Adnan Əhmədzadə arasında konflikt yaranıb. Anar Əlizadənin özü ilə əlaqə saxlasaq da bu məsələlərə şərh verməkdən imtina edibdir. Bəli, mən bu məsələdə dostlar öz fikrimi bildirmək istəyirəm. O gün demişdim, Rövnəq Abdullayev neft şirkətinin prezidenti olanda Zahid Qasımov yazır ki, Adnan kimdir ki, öz başına bu işləri tək başına görsün. Bəli, Adnan kifayət qədər ciddi figurdur. Yəni, milyardlarla pul qazanıb hər kəsin diqqətindən kənarda qalmaq elə-belə məsələ deyil. Hələ o yollarla pul qazana, nə bilim, Ronaldinho'nu, nə bilim, o Messi'ni, nə bilim, digər futbolçuları 20 milyon qarşılığında ölkəyə gətirib onları reklam eləmək. Ondan sonra, bayaq bilməm, Elnur o videonu qoydu, baxdınız, baxmadınız. Toylarda, yaxud da hansısa tədbirlərdə bu Azərbaycan pulunu, yaxud da dolları belə-belə göyə səpərlər, səpə-səpə reklam eləyən adam, dostlar, təbii ki, heç kəsdən qorxmayıb, təkinməyib. Çünki bunun arxasında duran qüvvə elə bir qüvvə olub ki, bu adam rahat şəkildə hərəkət eləyə bilibdir. Bu qüvvə yalnız və yalnız, dediyim kimi, ya İlham Əliyev olmalıydı ki, bu adam bu qədər sərbəst olsun, ya da bizim dövlətimizə ciddi şəkildə təzyiq eləyə biləcək bir qüvvə olmalıdır ki, o da Rusiyadır. Ona görə oxlar hamısı aparır, ora göstərir. Əgər bu həqiqətən də İlham Əliyevin razılığı ilə bu pulları yeyirdisə, dağıdırdısa, o məntiqlə bugün həbs olunmalı deyildi. Və eləcə də bizim neft borumuza zəhərli maddə qatmalı deyildi. Kripto şəbəkə var, agent şəbəkələr deyirlər bunlara. Kripto bağlı, ağzı bağlı, konservləşdirilmiş şəbəkə deyirlər bunlara. Məsələn, 15 il, 20 il, 30 il bundan qabaq, 50 il bundan qabaq adam verbafka olunur, konservləşdirilir, bağlanılır, saxlanılır. Bu adam göndərilir harasa. Və onun arxasında hər nə lazım dəstək verilir. Adam qısa müddətdə baxırsan ki, elə məqamlara gəlib çatır ki, insan buna inana bilmir. Və hər kəs ona həsəd apar, deyir ki, bəxtəvərin balasına bax, hə? Necə qabiliyyətli, savadlı adamdır bir. Qısa müddətə varlandı. Amma əslində qısa müddətə varlanan adamların arxasında çox ciddi qüvvələrin durduğu bəllidir. Və bu günlərim Adnan Əhmədzadə də mənim düşüncəmə görə konservləşdirilmiş həmin agentura şəbəkəsinin üzvlərindən biridir. Koordinatorlardan biridir. Və konserva qapağının ağzını açdılar. Açandan sonra Adnana dedilər ki, bugün sən yansan belə, yəni bu işin qaydası budur. Səfasını çəkibsənsə, cəfasını da çəkməlisən. Bunun bu alternativ variantı yoxdur. Mütləq bu qədər səfa çəkirsənsə, bütün dünyanı gəzirsən. Yeyirsən, içirsən, qızlarla kef edirsən, 100 milyonlarla dəyəri olan mülklərə sahib olursan. Bu günlərim aşkarlanıb ki, Dubayda 67 milyon dollara bir villası var, var, bir evi var. Bu elə də ciddi bir şey deyil ki. Yəni milyarda olan adamın 67 milyonluq evin olması da təəccüblü deyil. Bu cür adamlar həm də qurbanlıqdırlar. Yəni konservləşdirirlər, addımı atdırırlar. O addımdan sağ-salamat çıxa bildisə, başı salamat. Yenə də o işət həyatına davam edir. Yox, çıxa bilmədisə, Adnan Əhmədzadə kimi yaxalanır və məsuliyyətə cəlb olunur. Təbii ki, həbsxanada da onların şəraiti tamam başqa cür olacaqdır. Ona dövlət tərəfindən, Rusiya dövlətlərindən nəzarət olunacaqdır. Təbii ki, İlham Əliyevdən xahiş olunacaq ki, belə bir addım atılıbdır. Bu addımdan dolayı yanlışlıq olubdur. Səhv edib, amma bizim o adama toxunulmasın orada. Toxunulmasın. Bu adam gələcək 3 ilmi, 5 ilmi, 10 ilmi nədirsə, həbsxana həyatını yaşayacaq, kef, yağ, bal içində üzəcək. Rusiya-Azərbaycan münasibətlər düzələndən sonra İlham Əliyevdən xahiş edib onu saldıracaqlar əff fərmanı ilə və çıxıb gedəcəkdir. Yenə də
o qara qura işləri ilə məşğul olacaqdı. Adnan Əhmədzadə ilə Anar Əlizadə və Rövnəq Abdullayevin bağlılığı varmı? Mən o günü izah elədim. Rövnəq Abdullayevgil kifayət qədər böyük sərvətə malikdilər. Çox böyük sərvətə malikdilər. Heç Rövnəq Abdullayev də bu günlərim Eldar Mahmudov kimi deyə bilməz ki, mənim atamdan, ana babamdan, dədə babamdan bir miras qalmışdı. Biz Eldar Mahmudovun oğlanlarını İngiltərədə tutdular. Dedilər bu qədər pullar da dedi ki, bizim 19-cu əsrdə babamız olub, o babamızdan bizə miras qalıbdı. Həmən pul. Çox utanmır ki, deyir də, nə vecinədir? Sözdür deyir də. Amma mən inanmıram ki, Rövnəq Abdullayevin dədəsindən, babasından onun bu gün sahib olduğu var, dövlət miras qalsın. Yaxud da Anar Əlizadə. Anar Əlizadə özü cavan oğlandır. Rövnəq Abdullayevin dayısı oğludur. Yəni, ya qohumudur, dayısı nəvəsidir, ya dayısı oğludur. Bu da vaxtilə Avropada neft satışı ilə məşğul olurdu. Ondan sonra bunu yönləndirdilər. Türkiyədə bizim o investisiya yatırtdığımız nədir? Türkiyədəki neftarma zavodundan mən bilirəm. Sokarın oradakı rəhbərliyinə bunu göndərdilər. Onlar bunu eləyə bilərlər. Amma yeyə bilərlər. Dağıda bilərlər. Hər şey eləyə bilərlər. Amma Rövnəq Abdullayev, dedim o günlərim və bu gün də deyirəm. Rövnəq Abdullayevin vətənə xəyanət eləməsinə mən inanmıram. Bu adam xəyanət eləyə bilməz. Mümkün deyil. İrəliyəcək görəcəyik dostum. Mən yanılıram, yoxsa yox. Eləcə də Anar Əlizadənin bu xəyanətdə əlinin olduğuna mən inanmıram. Anar Əlizadə də kifayət qədər ağıllı adamdır. Onlar bu oyunun içindədirlər, yoxsa yox. Məncə onlar bu oyunun içində deyirlər. Hə, hansısa şeylərdən xəbərləri ola bilər. Kimlərlənsə ara düzəldə bilərlər. İrana qarantiya verə bilərlər. Məsələn, nə bilim, Suriya neftinə qarantiya verə bilərlər. Çünki Anar Türkiyədə daxı müəyyən o işləri görə bilərlər. Amma Rusiya xüsusi xidmət orqanlarına xidmət eləmək, bizim neftimizə zəhər qatıb Avropaya göndərmək, bizim prestijimizi aşağı salmaq, bizə küllü miqdarda maddi ziyan vurmaq, eləcə də o Yurinin dediyi kimi bizə xəbərdarlıq etmək, bu nə Anar Əlizadənin işidir, nə Rövnəq Abdullayev işidir. Bu Adnan Əhmədzadə və onun rəhbərlik elədiyi aşağıda böyük bir çətənin işidir. İnşallah ki, bu çətə tam şəkildə ifşa olunacaqdır. İfşa olunmasa, vay bizim dədəmizin halına, dostlar. Xahiş edirəm, o bəyənmə işarəsini vuraq. Şövkət Hacıyeva, mən təşəkkür edirəm. Roman yazır ki, Naxçıvanlı olduğuna görə Vüqar bəy xəyanət edə bilməzlər. Yox, Naxçıvanlı məsələsi deyil. Xəyanətkarın yeri olmaz, yurdu olmaz. Görürsünüz nə deyirəm? Deyirəm ki, Rövnəq Abdullayev, Anar Əlizadə onlar haqqında yoxlama aparlarsa, onların bugün sahib olduğu sərvət araşdırırlarsa, Rövnəq Abdullayevin oğlunun 2 milyonluq itirdiyi saat araşdırırlarsa, bunlar başqa maddə ilə həbs olunarlar. Fikrim çatır, vətənə xəyanətdə yox. Bunun Naxçıvanlı, nə bilim, Gəncəli, Qazaxlı, Lənkəra olmağına adiyyatı yoxdur, qardaş. Bu mənim mövqeyimdir. Niyə sən o tez orada yozursan ki, bu Naxçıvanlıdır, orada filan kəsdir? Əgər burada mən yerliçilik şeyi ilə desəydim, onda deyərdim ki, Rövnəq Abdullayevin də atasından miras qalıbdır. Onların elə mülk, dədə babadan mülkləri olubdur. Yəni onlar əksinə sokardan pul yeməyiblər, sokara pul xərcləyiblər. Belə deyərdin onda. Ona görə də xahiş edirəm, belə qıcıqlandırıcı şeylər yazmayın. Vüqar bəy, salam. Fuad bəy yazır ki, adından iş görsün, rəhbərliyin xəbəri olmasın. Uşaq başı aldadırsınız. Rəhbərlik deyəndə siz kimi tutursunuz, Fuad bəy, bilmirəm mən. Bu işdə Sokarın rəhbərliyinin mütləq xəbəri var. Biz hər şeyi rəhbərliyə bağlı. Rəhbərliyin mütləq xəbəri var. Hər kimin evindəki ailəsi var ha. Bax, özümüz də uşaq olmuşuq. Bizim bir çox gördüyümüz işlərdən valideynlərimizin xəbəri olmayıb. İttiham elə valideynlərimizdir. Valideynlərimiz məsuliyyət daşıyır ha. Verdiyi tərbiyəyə görə, nəzarəti güclü eləmədiyinə görə məsuliyyət daşıyır. Amma məsələn, mən tutam ki, uşaq vaxtı siqaret çəkirdim, mənim dədəm anam bunu bilmirdi. Və bu günlərim o qədər adamın uşaq evində içki içəni var, siqaret çəkəni var, nəşə çəkəni var ki, bunu valideyn də bilmir. Yəni, cəmi 5 dənə üzvü olan, 4 dənə üzvü olan və yaxud da 3 üzvdən ibarət olan ailədən gedir söhbət. Burada böyük bir çətə dövlətdir bu. Böyük bir qurumdur. 100 minlərlə işçisi olan bir qurumdur bu. Necə bilə bilərlər?